Allaha and olsun, əgər ölsəm və dirilib yenə də ölsəm, beləcə 1000 dəfə ölüb dirilsəm yenə də sizi tərk eləməyəcəm. İmam məşəlləri söndürmələrini tapşırdı ki, getmək istəyən hər kəs işıqlıqda utanmasın. Hey Zilcövşənin oğlu, eşitmişəm Peyğəmbər oğlu ilə olan bu döyüşdə qoşunun hamısından çox sən hərissən. Düzdür, əmirin Ömər Səd Rey mülkünün padişahlığı üçün əldən ayaqdan gedir. Amma bilirəm ki, o qəlbən Hüseynlə döyüşmək istəmir. Mərək odunu alovlandıran sənsən. Allahdan qorx. Hər hansı bir vədənin ümidi ilə bu müharibə odunu alovlandırsan, yenə də zərər eləyəcəksən. Allah and olsun, dünya malı və məqamı fanidir. Bunlara görə qiyamət günü xəcalət çəkməyə dəyməz. Moizə demə. Sən döyüş meydanındasan. Allah evinin minbərində yox. Dilinə güc vermək əvəzinə qılınc çək. O qədər boş sözlər eşitdik ki, mənim də qoşunumun da hövsələsi tükəndi. Bəli, əlində qılınc qalma-qal salan adamla danışmaq mənasızdır, xeyri yoxdur. Ey Kufə əhli, mənəm Züheyr İbn Qeyn Becəli. Sizin çoxunuz məni tanıyırsınız, ya da haqqımda eşitmisiniz. Mən tacirəm. Dünya malından ehtiyatsızam. Mən Resulullah'ın huzurunda olmuş və 4 xəlifənin dövründə çoxlu cihad eləmişəm. Siz o Peyğəmbər ümmətisiz ki, Peyğəmbərin əziz qızının oğluna qılınc çəkmisiniz. Mən bundan böyük bir günah tanımıram. Yəbnə Qeyn, sənin əli övladları ilə aran yoxdur. Necə oldu ki, Əmir-əl-Möminin Yezidlə beyyətini pozub Hüseynin tərəfdarı oldun? Elə bildin ki, Hüseyn İraqın padişahı olacaq və səni də baş vəzir qoyacaq, hə? Tutaq ki, mənim də Hüseynin də fikri budur məlun. İndiki vəziyyət qarışıb. Siz Kufəlilərdən soruşuram. İraqın padişahlığı əzizdir, yoxsa şirin canınız? And olsun Allaha, Hüseyn İraqa yalnız sizin dəvətinizlə gəlib. Onun niyyəti sizi hidayət eləməkdir. Arzusu yalnız sizin xilasınızdır. Hüseyn heç vaxt zülmə boyun əyməyib və Yezid kimi zalım, sitəmkar, zalım və yaşa beyyət əli verməyəcək. Kəs səsini! Zalım sənsən, bir də o üsyankar rəhbərin!
Əbnə Zilcövşən, mən də geri çəkilməyə razıyam. Ağam Hüseyin namaz qılmaq istəyir. Məsləhətləşin. Müvəqqəti olaraq müharibəni dayandıraq. Həm mən namazımı qılaram, həm də siz nəfəsinizi təzələyərsiniz. Gəbnəqeyn, yenidən meydana girsən, özüm sənin boğazını üzəcəm. Yoğun boynunu sındıracam. Kaş bircə dəfə kişilik eləyib sözünün üstündə durasan. Mən namazdan sonra meydana sənlə döyüşmək üçün gələcəm. Sözünə əməl eləməsən, itdən də alçaqsan. Züheyr minlərlə nizə və qılıncların hasarını qırıb gəlib ki, pərvanə kimi namazda eşqin odunda öz qanadlarını yandırsın. Züheyr sanki həmin günün namazını mələklər aləmində Rəsulallaha iqtida eləyərək qılmalı idi. Alçaqlıqdır Şümür. Qeynin oğlu hələ də ciddi eləyir. Bu döyüşdən çox möcüzəyə bənzəyir. Atasızın pəhləvan kimi bədəni var və gücünü göstərir. Qoşunun canına qorxu salıb. Hələ Qeynin oğlu Hüseynin kiçik barmağıdır. Bəs Polad biləkli Haşimlərlə neynəyəcəksən? Abbas İbn Əli ilə. Əgər Abbas meydana girsə, onu görən kimi qorxudan bağrımız çatlayacaq. Düz deyirsən. Abbas İbn Əliyə qarşı çıxmağa şir ürək lazımdır. Təkbətək döyüş bəsdir. Müharibəni qələbə ilə bitirin. Bütün qoşunla çadırlara hücum eləyin. Hüseynin şərrini yatızdırın. Hüseyin namaz qılmaq fikrindədir. İstəyir ki, döyüşü dayandıraq, namazlarını qılsınlar. Qılsın Şümür, qılsın. Namazdan sonra işini bitirərsən. Doğrudan Hüseyinə namaz qılmaq üçün icazə vermək istəyirsiniz? Namaz şəriətdə vacibdir oğlum. Vacib əməli yerinə yetirməyə mane ola bilmərik. Onda müharibəni uduzduz. Necə? Cəmaat Hüseyini qətlə yetirmək üçün gəlib. Hüseynin kafir olduğunu və dindən çıxdığını düşünürlər. Əgər görsələr ki, Hüseyin namaz qılmaq üçün döyüşü dayandırıb, başa düşəcəklər ki, aldanıblar. Acaba ağıllıymışsan. Belə deyilmi Şümür? Hə, əlbəttə. Ağazadə çox incə və dəqiq düşünüb. Ola bilər ki, Hüseyin bu əməlləri ilə yatmış küfəlləri ayıltmaq istəyir. Onda Hüseynə namaz qılmaq üçün icazə verməməliyik. Hə? Nə deyim? Siz əmirsiz, biz əskər. Yox Şümür, yox. Onun namazına mane olun.
Züheyr yerdən ayağını üzmüşdü. Meydana girmək üçün anasının ağuşuna atılmaq istəyən bir uşaq kimi idi. Namazdan sonra susuz və yaralı olduğu halda meydana getdi. Ah!